Bismillahirrahmanirrahim və bihi nəstəin. Bu gözəl Ramazan ayının günlərində, gecələrində edilən ibadətlər, tutulan oruclar, zikirlər, dualar bütün mömin, müsəlman, bacı və qardaşlardan Allah dərgahında qəbul olsun. Orucluğun şəri məsələləri ilə bağlı mövzumuz davam edir. Bildiyimiz kimi, orucluq ayında, Ramazan ayında istisna insanlar var ki, onlara oruç tutmaq vacib olmur. Onlardan bir qismi də xəstə olan insanlardır. Yəni elə bir xəstəlik ki, əgər oruç tutarsa, o xəstəlik sağalmayacaq, sağalması gecikəcək və yaxud xəstəlik artacaq. O baxımdan insan oruç tutmaya bilər ki, bir müddət xəstəliyi sağalana qədər. Təbii ki, xəstəlik məsələsinə də həkim baxır. Sual oluna bilər ki, bir həkim əgər xəstəsinə məsləhət bilərsə, oruç tutma, oruç sənə ziyanlıdır, xəstəliyinə ziyanlıdır. Bu göstərişə, həkim göstərişinə əməl edilməlidir, yoxsa yox? Təbii ki, birinci növbədə müctəhidlərimiz fətvalarında buyururlar ki, həkim özü etibarlı və sözünə etimad olunan bir həkim olmalıdır. Xəstəliyi səbəb göstərməlidir və həkimin sözü oruç tutanda, insanda gərək əminlik yarada. Əgər bir həkimin sözü əminlik yaradırsa, ona etimad olunursa və o həkim etibarlı bir həkim kimi tanınırsa, o həkimin sözünə, göstərişinə əməl etmək vacib olacaq və insan gərək həmən günlərdə, xəstəlik günlərində orucunu tutmasın.